Dostlar salam, bir daha xoş gördük hər birinizi. Bugün növbəti sınağımız sınaq 13-dür və ilk olaraq yenə ənənəvi olaraq dinləmə sualları ilə başlayırıq. Dinləmə suallarını yaxşı bir şəkildə gözdən keçirirsiniz, sualların hər birinə ətraflı şəkildə baxırsınız və mən indi dinləməni qoyacağam. Yaxşı olar ki, dinləməni dinləməmişdən əvvəl videonu dayandırın, sualları gözdən keçirib analiz edin və daha sonra dinləməni dinlədikdən sonra sualları cavablandırmağa çalışın. İndi fasilə verirəm, baxırsınız və sonra da mən dinləməni indi sizin üçün qoyacağım. Sonra yenə görüşək cavablarda. Gjirokastra is a small historic city in southern Albania that many travelers have never heard of. It is often called the City of Stone because many houses are built with grey stone roofs and walls. The city is located on a hillside, so its streets go up and down and offer wide views of the valley. Gjirokastra is not crowded like famous European capitals, which makes it calm and comfortable for visitors. One of the most important places in the city is the large stone castle above the old town. This castle has thick walls and long corridors, and it shows how people protected the city in the past. Inside, visitors can see museums and learn about local history. The old houses in the city center also show traditional Albanian life, with wooden balconies and small windows. Today, Gjirokastra is a UNESCO World Heritage Site and attracts tourists who enjoy culture and history. Local people sell handmade items and traditional food in small shops. Visiting this city feels like walking slowly through history rather than rushing between modern attractions. Bəli dostlar, dinləməni dinlədik. İndi gəlin suallar üzərində doğru cavabları axtaraq. Sual 1. Choose the correct statement according to the passage. Mətnə görə düzgün fikir axtaracağıq biz burada. Və dostlar, belə deyək də, birinci sualımızda A variantında The city is extremely crowded because it's a modern European capital. Bu yanlış cavabdır. Və burada elə extremely crowded hissəsi də və modern European capital hissəsi də məhz variantı yanlış edir. Daha sonra növbəti sualımız, daha doğrusu variantımız B variantıdır. Most buildings are made of stone which gives the city its nickname. Bu bizim doğru cavabımızdır, B variantı ki elə binaların, tikililərin əksəriyyəti daşdan idi və bu elə şəhərə də məhz öz adını verir ki, mətnin əvvəlində də qeyd olunurdu ki, This city called the city of stone, yəni daş şəhəri adlandırılır. Daha sonra ikinci sualda What is the passage mainly about? Mətin nə haqqındadır? Mətin Gjirokastra şəhəri haqqındaydı. Və biz bu şəhər haqqında ətraflı məlumat alırıq mətndə. Cavabı cavablandırarkən də məhz ikinci sualda buna uyğun cavabı B variantında görürük. A historical city that offers culture, history and a calm atmosphere. Yəni bir şəhər hansı ki bizə həm mədəniyyət, tarix və həmçinin də sakit bir atmosfer təklif edir. Söhbət elə məhz Gjirokastra şəhəri haqqında gedirdi. Doğru cavab ikinci sualda B variantı olur. Üçüncü sualda Gjirokastra attracts tourists today because it. Dostlar, burada doğru cavab elə A variantıdır üçüncü sualda. Bu mətnin sonlarına doğru deyilən bir hissə idi və orada da elə qeyd olunurdu ki, UNESCO World Heritage, yəni UNESCO-nun dünya mirasına aid bir yerdir və buna görə də məhz turistləri cəlb edir. Keçirik sizlə açıq suallara, 4, 5 və 6-cı suallara diqqət edək. Dostlar, deməli 4-cü sualda bizdən şərtdə write one adjective, yəni bir dənə sifət istəyir və həmin sifətdə məhz food sözünə aid bir sifət olmalıdır ki,
bunun doğru cavabı traditional sözüdür. Bu tip suallarda, sırf bu şərtli suallarda biz dırnağın içərisində verilən sözün bir sifətini axtarırıq və həmin sifət də 90% halda dırnağın içərisindəki sözün əvvəlində işlənir. Çünki Azərbaycan dilində də belədir, sifətin funksiyası məhz ismin qarşısında işlənməkdir. Amma dostlar, bəzi hallarda to be ilə sonrasında da işlənə bilər. Yəni traditional food ola bilər və yaxud da food is traditional da ola bilər. Yəni hər iki halda traditional sözü food sözünə aid olur. Sadəcə şagirdlər bəzən sözü dırnağın içərisindəki sözün qarşısında axtarırlar. Sonrasında gələndə biraz çaşqınlıq yarana bilir. Yəni bu da nəzərinizdə olsun ki, bəzi hallarda sonrasında da sifət ismin sonrasında da işlənə bilir. Sual 5-ə baxırıq. Bu complete the sentence sualıdır. Visiting this city feels like walking slowly through history rather than. Deyir ki, bu şəhərə getmək, səyahət eləmək, sakit bir tarixi yerdə, tarixdə sakit bir şəkildə gəzməkdən daha çox müasir attraksiyonların arasında qaçmağa bənzəyir. Düzdür, indi burada mən tərcümə elədim, tərcümə öz yerində, amma bizə lazım olan burada mətndəki cümlənin davamı idi. Yəni biz o cümlənin davamını tamamlamalıydıq və verilən fikir də məhz bu şəkildədir. Dinləməyə yenidən qayıdıb, məhz o hissəni təkrar dinləyib özünüz üçün yoxlaya bilərsiniz bu hissəni. Və sonuncu 6-cı sualda bir sual verilib bizə və biz o suala cavab yazmalıyıq. Əslində dinləmənin ən çətin sualı bu hesab olunur. Çünki burada bizim sualımız mətnin içərisində yoxdur. Biz o sualın, yəni bizə şərtdə verilən sualın cavabını mətndən eşidib yazmalıyıq. Ona görə ən çətin sual əslində bu hesab olunur. Və sualda qeyd olunur ki, why do many visitors find Gjirokastër calm and comfortable? Nəyə görə bəzi səyahətçilər Gjirokastırı sakit və rahat hesab eləyirlər? Və bunun da doğru cavabı belədir ki, dostlar, it's not crowded like famous European capitals. Yəni, məşhur Avropa paytaxtları kimi crowded izdihamlı, çox adamlı deməkdir. Yəni, izdihamlı bir şəhər deyil, sakit bir şəhərdir. Və testimizin də məhz doğru cavabıdır. Keçirik qrammatik suallara. 7-ci sual, yenə bir nisbi əvəzli sualı çıxır qabağımıza və burada nöqtələrdən əvvəl people sözünü görürük. People canlı isimdir. Ona görə ilk olaraq B variantındakı which-i silirik, çünki which cansızları təyin eləyir. Daha sonra D variantını silirik, çünki whom canlıları təyin edə bilir, amma whom-dan sonra xəbər gəlmir. Whom-dan sonra əvvəlcə mübtəda, sonra xəbər gəlməlidir və D variantı da yanlışdır. A, S və Y variantları qalır əlimizdə. Və dostlar, diqqət edirsinizsə, şərtdə işarələdiyimiz people sözü cəm isimdir və nisbə vəzlikdə məhz people sözünə aid olduğuna görə ardıca gələn xəbər də ondan uzlaşmalıdır. Yəni, biz o who, that nə işlədəcəksə, davamındakı o tell sözünü, tell feilini people-la uzlaşdırmalıyıq. Və people cəm isim olduğuna görə, gərək biz tell feilini də cəm xəbər kimi işlədik. Ona görə doğru cavabımız burada A variantı olur. Çünki S və Y variantlarında tells qeyd olunur, feilin sonunda S var və feilin sonunda S olduqda da o tək xəbər hesab olunur. Sual 8-ə baxırıq. Burada bir so duay, neza duay mövzusu var. Görək burada bizdən şərtdə nə tələb edir. Emma and Lucy were tired yesterday. Bu bir təsdiq cümləsidir. Gərək cavabımız da təsdiqdə olsun. Ona görə D variantı və C variantlarını ixtisar edirik. A, B və Y variantları qalır. Daha sonra Y variantını da ixtisar eləyəcək dostlar. Çünki either inkar cümlələrinin sonunda işlənməlidir. Burada isə cavab təsdiq cavabdır deyə either işlədə bilmərik. A və B qalır. Və cümlədə də bizim köməkçi feilimiz V olduğuna görə biz cavab olaraq B variantını, yəni was-la olan cavabı seçirik. Köməkçi feil nədirsə, o çərçivədə də cavab yazmaq lazımdır və A variantı da ona görə yanlış olur. Sual 9-a baxırıq. Tense form sualıdır və həmçinin cümlənin içərisində when bağlayıcısını görürük. Bu bizə uzlaşma testi olduğunu göstərir və V-nin sağ tərəfində də rang, gördüyünüz kimi ring feilinin keçmiş zamanı işlənib. Deməli dostlar, bağlayıcının bir tərəfi keçmiş zamandırsa, digər tərəfdə keçmiş zamanlardan biri olmalıdır və variantlarımızın da içərisində sadəcə bir dənə keçmiş zamanda olan cavab var. O da C variantındakı were watching cavabıdır. Sual 10, modal feil testi çıxır qarşımıza. Yuxarıda nöqtələrdən sonra diqqət edirsinizsə to hissəciyi var
Ona görə biz ilk olaraq C variantındakı could-u silirik, çünki could-dan sonra to işlənməz. Daha sonra A variantındakı will able variantında ixtisar eləyirik. Modal feillərin içərisində to be able to modal feilinin gələcək zamanı will be able to şəklində olur. Yəni orada be hissəci mütləq şəkildə işlənməlidir. Və A variantında da o be olmadığına görə həmin variantımızı da ixtisar eləyirik. Əlimizdə 3 variant qalır. Daha sonra cümlənin birinci hissəsinə diqqət edirsə, burada slept keçmiş zamandır və davamı da əlbəttə ki, artıq zaman olaraq ona uyğunlaşmalıdır, yəni o da keçmiş olmalıdır. Məhz bu səbəbdən D variantında silirik. Qalır əlimizdə B və Y variantları. Buradan sonrası artıq tərcümədir. Çünki 2 dənə eyni modal feildir, biri təsdiqdədir, biri isə inkarda. Və cümlənin tərcüməsi deyir ki, he slept on the ice. O buzun üzərində sürüşdü. Yəni yıxıldı daha doğrusu, but luckily his friends were able to help him. Ona kömək edə bildi. Yəni burada elə sürüşmək mənasındadır. Sadəcə yəni o buz üzərində yıxıla-yıxıla sürüşməkdən gedir söhbət. Dostlar ona kömək edə bildi. Çünki bir belə deyək də burada but var, əks fikir olmalıdır. Düzdür, şagirdlər bax burada hər zaman belə bir fikirləri var ki, cümlədə but varsa bir tərəf təsdiq olur, bir tərəf inkar olur. Amma dostlar bu fikrə getməyin, çünki fikir ziddiyyəti də ola bilər. Məsələn, mən batı işlədirəm bu formada, deyirəm ki, bu böyükdür, amma bu balacadır. Heç inkar istifadə etmirəm və ortada batı istifadə edirəm amma. Və elə bu cümlədə gördüyünüz kimi cümlənin heç bir tərəfində inkar yoxdur və cavab yenə də but olur və hər iki tərəf təsdiq formasında olur. Səbəb də odur ki, burada fikir ziddiyyəti var. Doğru cavab 10-cu sualda məhz Y variantı olur. Sual 11 definition testidir. A variantında friendly and helpful behavior, yəni səmimi və köməkçi davranış, bu kindness-dir və 11-in cavabı məhz A variantıdır. Something that can hurt people, insanları incidəcək nəsə, və yaxud da zədələyəcək nəsə belə deyək. Buna danger sözü uyğun gəlir. 3B variantı olur. Və C variantında da making air, water or land dirty, havanın suyu və yaxud da torpağı çirkləndirmək. Bu da pollution sözüdür və bir də C uyğun gəlir və ardıcıllıq C-AB ardıcıllığına uyğun olaraq 11-də B variantı olur cavabımız. Və səhifənin sonuncu sualı 12, bu interrogative sentence-dir. Burada əvvəlki sınaqlarda da yazmışdım həmişə ki, biz sual cümlələrində 2 quruluşdan istifadə edirik. O quruluşun biri, məhz bu testi istifadə edəcəyimiz quruluş, what do you want ardıcıllığıdır. Və bu sualda da diqqət edirsə, what do you want-dan bölürəm. Baxın, birinci how long gəlib, bu what-dur, yəni sual sözüdür. Sonra köməkçi feil gəlməlidir. Bax, onu da bu formada bölürəm, yəni do gəlibsə, bax, A variantında did gəlib, B variantında have gəlib, C variantında you sıranı pozub, ona görə səhvdir. D-də had gəlib və Y variantında yenə you gəlib, bunu da ixtisar edirik. Sonra dostlar, what do you want-da you gəlir, yəni mübtada gəlir. A variantında you, B variantında you və D variantında you gəlibdir. Burada da sıxıntı yoxdur. Və son olaraq want gəlir, fail gəlir. Bu da ardıcıllıqda gəlibdir. Artıq biz burada əlavə detallara diqqət eləməliyik. Bu A variantında səhv odur ki, bizə ilk olaraq did təqdim olunub və qaydadan da bilirik ki, do, does, did köməkçi feillərindən sonra əsas feil birinci formada olmalıdır, ilkin formada olmalıdır. Yəni burada biz had to stay yox, have to stay-dən istifadə eləməliyik. A variantı yanlışdır. Daha sonra B variantı bizim düzgün cavabımızdır. How long, sonra have, sonra you, sonra stayed. Bu tam uyğun gəlir what do you want-a və bir qrammatik xəta da yoxdur. Və D variantında isə xəta odur ki, uşaqlar, burada diqqət edirsə had keçib you-nun qarşısına və davamında da to stay var. Demək ki, bu had to modal feilinin sual formasıdır və have to, has to, had to modal feillərdə yeganə modal feilləri idi ki, sual və inkarda özlərindən istifadə edə bilmirdik. Yəni, have to, has to, had to-nu mübtədanın qabağına keçirdə bilməzsiniz. Ona görə D variantı da səhvdir. 12-ci sualda cavabımız B variantı oldu. 13-cü suala baxırıq. Burada biz diqqət eləməliyik yenə zaman məsələsinə. Yox, daha doğrusu bu zaman yox, dostlar, complex object sualıdır. Parents don't want their children. Diqqət edirsə, burada want verilib. Want bizim, belə deyək də, mürəkkəb tamamlıqda feil, tamamlıq, feil ardıcıllığının birinci tərəfidir.
Bu feili görürük burada. Davamında their children tamamlıq gəlib və biz indi növbəti feili yazmalıyıq. Və want bizim mürəkkəb tamamlıqda 3-cü qrup feillərimizdən biri idi. 3-cü qrup feillərdə özündən sonra to hissəcikli bir cavab tələb edir. Ona görə də 13-cü sualın cavabı məhz D variantı olur. Sual 14-ə baxırıq. Preposition sualıdır. Birinci tərəfdə at the bus stop ifadəsi işlənir. İkinci tərəfdə isə the supermarket nümunəsi verilibdir və bunun da doğru cavabı məhz near olacaq burada. Doğru cavabımız C variantıdır. They were standing at the bus stop near the supermarket. Yəni supermarketin yanındakı avtobus dayanacağında dayanırdılar daha doğrusu. Və burada sırf tərcümədir. Yəni burada düzdür, at the bus stopu ifadə olaraq yadda saxlaya bilərsiniz, amma near the supermarket sırf tərcümə ilə tapılan bir cavabdır. Baxırıq 15-ə, make up sentence sualıdır. Burada hər zaman qeyd edirəm sınaqlarda, bəlkə də deyəcəksiniz müəllim bunu çox dedi, amma əmin olun ki, həqiqətən də ən yaxşı metoddur bu mövzuda çətinlik çəkənlər üçün. Ki, əgər kim bu make up sentence yazmaqda müəyyən xətalar edirsə, cümlələri yazaraq cavab əldə edə bilər. Əmin olun ki, yəni 5 cümləni 5 variantdakı o cümlə ardıcıllığını yazsaz, düzgün formanı çox rahatlıqla görəcəksiniz dostlar. Və burada da bizim doğru cavabımız 15-ci sualda D variantıdır. Tom has always spoken English very well. Ardıcıllıq bu formadadır. Digər variantlarda yazıb doğru variantla müqayisə eləsəz özünüz çox rahatlıqla o fərqi görəcəksiniz. Sual 16, possessive case ismin yəlik halını axtarıq. Gəlin aşağıdan yuxarıya doğru gedək. Y variantında apostrof S-dən sonra feil gəlib. D variantında sifət gəlib. Düzdür, sifətdən sonra isim gəlsə yəlik hal olur, amma burada həmin o isim yoxdur. Ona görə yenə yanlış olur. C variantında apostrof S-dən sonra yenə planning feildir. Və B variantında isə həm Z apostrof S, o zerri-zerra nümunələri, həm də apostrof S-dən sonra article. İki səbəbdən də B variantı yəlik hal deyil. Doğru cavab A variantıdır. Cat's favorite place. Bax, görürsünüz burada da favorite sifətdir. Amma ardıca place gəlib və onun ardıca da is gəlib. Hansı ki, bunu da həmişə sizə deyirəm. Apostrof S-dən sonra yəni is, was, are, were bu nümunələri görürsünüzsə, deməli orada avtomatik olaraq yəlik hal var. Bir qrammatik xəta falan yoxdursa cümlənin içərisində bu nümunələr yəlik hal olur. 17-ci suala baxırıq. Burada bir sifət zərf mövzusuna aid sual görürük. Diqqət edirsinizsə, nümunənin içərisində bir zərb bağlayıcısı var. Bu hansı ki, müqayisə dərəcəsinin əlamətidir. Müqayisə dərəcəsi də more və ya ER-la düzəlir. İndi burada interesting sözü çox hecalı olduğuna görə more ilə olan variantları seçməliyik. Burada ona görə A variantı mostdur, D variantı muchdır. Much more interesting olmalıydı. D ona görə səhvdir və Y variantında silirik, very interesting də olmaz. Baxın dostlar, D variantındakı matchı çox vaxt şagirdlər səhv eləyir. Match müqayisə dərəcəsini yaratmır. Match müqayisə dərəcəsi ilə işlənir. Yəni, more və ER olmadığı müddətcə matchı sifətlə işlədə bilməzsiniz. Qaldı əlimizdə B və C variantları və B variantında da diqqət edirsinizsə, ümumiyyətlə B ilə C-nin arasında fərq article fərqidir. Və dəfələrlə demişik ki, yəni artikelləri sayılan tək isim olduğu halda istifadə edilir. Burada isə nöqtələrdən sonra zən birbaşa gəlibdir. Heç bir sayılan tək isim yoxdur və o səbəbdən B variantı da səhv cavabımızdır. Doğru cavab 17-də C variantı olur. Sual 18-ə baxırıq. Bu dəfə passive voice, yəni məchul növ sualını görürük. People clean the streets. Burada tamamlıq the streets sözüdür. Deməli, biz yeni cümləyə the streets ilə başlamalıyıq. Bu səbəbdən Y variantındakı başlanğıc people-la olduğuna görə bunu silirik. Cümlənin feili clean indiki zamandadır. İndiki zamanda bizə am-izar lazımdır to be olaraq və am-izarla olmayan A-nı silirik, have-dir burada və həmçinin C-ni də silirik, were-dir burada. B və D variantları qalır əlimizdə. Və D variantında da are üstəgəl been işlənib. Been nümunəsini biz ancaq have, has, had ilə işlədə bilərik. Ona görə də 18-ci sualın cavabı B variantı olur. Sual 19 pronoun sualıdır və çox bəsit bir sualdır əslində. Çünki burada mübtəda my sisterdir. Üçüncü şəxsin təki qadın cinsidir və məhz bu səbəbdən də qayıdış əvəzliyimiz herself olur. Sual 20 article sualıdır.
Birinci tərəfdə Mount Everest bir dağ nümunəsidir və dağlarla adalarda bizim belə bir qaydamız var ki, tək dağlar və ya tək adalar artiklsız işlənir. Amma adalar qrupu və yaxud da cəmdə, mən həmişə şagirdlərə bildirirəm ki, cəm və ya tək olmağına baxın. Cəmdə olduqda isə biz Z artiklından istifadə edirik. Burada Mount Everest tək bir dağdır, görürsünüz təkdədir. Ona görə onun qarşısında heç nə işlənməyəcək, yəni birinci tərəf boşluq olacaq. D və Y variantlarını silirik. İkinci tərəfdə highest və bu sifətin üstünlük dərəcəsidir, mütləq Z ilə işlənir. Üçüncü tərəfdə də world sözü, bu da bir qayda kimi həmişə Z ilə işlənir. Ona görə də doğru cavabımız 20-ci sualda məhz A variantı olur. Sual 21. We didn't succeed in the task we made. Burada dostlar, 4 variantın 4'ü də qrammatik olaraq düzdür. Bizim səhv cavabımız tərcümədən çıxmalıdır. Və tərcümə ilə də düşünsək, məntiqlə cavab ya 1-4 olmalıdır, ya 2-3 olmalıdır. Ya biz az səhvlər deməliyik, ya çox səhvlər deməliyik ki, fikir eyni olsun da belə deyək. Və cümlənin də tərcüməsində qeyd olunur ki, biz tapşırıqda uğur qazana bilmədik. Uğur qazana bilməmişiksə nə qədər səhv eləmişik? Çox səhv eləmişik. We made many errors və ya a lot of errors. Yəni 2 və 3 bizim doğru cavabımızdır. Amma burada bir qəşəng məsələ var ki, testin şərtində bax diqqət edirsinizsə bizdən incorrect variantları istəyir, yəni yanlış cavabları istəyir və yanlış cavablar isə tam tərsinə 1 ilə 4 olmalıdır və 21-in cavabı da A variantıdır. Sual 22. The weather was cold. Bu conjunction sualıdır. Hava soyuq idi. We decided to go to the picnic. Biz piknikə getməyə qərar verdik. Soyuq idi. Biz piknikə getməyə qərar verdik. Bunlar əks fikirlərdir və məhz bu səbəbdən də doğru cavab burada but cavabı olacaq və 22-ci sualın cavabı da A variantı olur. Mətn sualları ilə davam edirik və burada mətnimiz Hedy Lamarr haqqındaydı, hansı ki əslində o aktrisa idi, amma texnologiya ilə də maraqlanırdı. İkinci Dünya müharibəsi dövründə radio frekanslarını dəyişən bir ixtirası olmuşdu. İlk öncə ona ciddi yanaşmamışdılar, amma sonradan ixtirası məşhurlaşmışdı. Və görək burada suallarda qarşımıza nələr çıxır. 23-cü suala baxırıq. Burada testin şərtində which statement is false, hansı fikir mətnə görə yanlışdır. Burada dostlar yanlış cavab məhz B variantıdır. Çünki her invention was immediately popular and widely used during the war. Yəni onun ixtirası dərhal populyarlaşdı və geniş bir şəkildə müharibə ərzində istifadə edildi, amma xeyr, həmin dövrdə onun ixtirası çox məşhur olmamışdı, sonradan məşhurlaşmışdı. 24-cü sual, what is the passage mainly about, mətn nə haqqındadır? Burada doğru cavab C variantıdır. A woman known for beauty and intelligence. Yəni gözəlliyinə və ağlına görə tanınan bir qadın. Yəni söhbət Hedy Lamarrdan gedir, amma adını birbaşa yox, bax bu şəkildə dolayı yolla bizə təqdim edirlər. 25-ci sualda complete the sentence cümləni tamamla. Hedy Lamarr's invention was not widely accepted at first. Lamarrın ixtirası ilk öncə geniş şəkildə qəbul edilmədi. Because many people, çünki əksər insanlar, bu cümlənin cavabı dostlar burada B variantıdır. Didn't consider her work important at that time. 25-ci sualın cavabı B variantıdır. Bunu biz ikinci abzasın belə sonlarına doğru baxarsanız altından xətt çəkirəm, görə bilərsiniz. 26-cı sualda why did Hedy Lamarr create a new communication system? Nəyə görə Hedy Lamarr yeni bir ünsiyyət sistemi, yəni yaratmaq istədi? Və bu sualımızın doğru cavabı Y variantıdır. She hoped to help protect signals during the war. Doğru cavab budur. Və bunu da biz mətnin yenə eyni şəkildə ikinci abzasında görə bilərik. Və keçirik sizlə 27-ci sualdan etibarən açıq suallara. Və son olaraq açıq suallara diqqət edirik. 27-ci sualda write a close meaning məhz yaxın mənalı deməkdir. Interest, yəni maraq sözünün sinonimini paragraf 1, birinci abzasdan axtarmalıyıq.
və bu sualımızın doğru cavabı curiosity sözüdür. Bu sözü məhz birinci abzasın sonlarına doğru görə bilərsiniz, işarələdim də və interest sözü ilə sinonimdir. Sual 28. Which word from paragraph 2? İkinci abzasdan biz definition tapmağa çalışacağıq. İzah belədir. To stop someone from successfully using something. Kiminsə nəyisə uğurlu şəkildə etməsini dayandırmaq. Yəni elə bizim dildə də desək, blok eləmək. Doğru cavabımız blok sözüdür. Cavabımız ikinci abzasdadır. Bax, həmin sözü də işarələyirəm sizin üçün. Görə bilərsiniz burada. 29-cu sual iki söz sinonimi ilə əvəzlənməlidir. Burada şərtdə bizə verilən cümlə. At that time the invention was not fully used and. Həmin vaxtı ixtira geniş şəkildə istifadə edilmirdi və davamını biz mətndə tapmalıyıq. Bax, bu cümlənin ikinci abzasının ortalarında sizin üçün işarələyirəm. And-dən sonraki hissədə elə altından xətt çəkmişəm. Many people didn't take her work seriously. Bu cümlə içərisindən iki söz sinonimi ilə və yaxud da sinonim olmasa belə mətndəki mənanı verəcək bir sözlə əvəzlənməlidir. Və mən sizin üçün bu əvəzləmələri bu şəkildə etmişəm. Many-dən sonra, many-nin əvəzinə daha doğrusu a lot of, a number of gələ bilər. People söz əvəzinə humans, individuals sözlərindən istifadə edə bilərik. Take əvəzinə consider və ya think sözlərini yaza bilərik ki, burada take mətndə götürmək mənasında deyildi. Məsələ bir növ qəbul etmək, anlamaq mənasındaydı, hesab eləmək mənasındaydı. Work əvəzinə job, labor, activity, seriously əvəzinə isə strictly sözlərindən istifadə edə bilərik. Fərqli cavabınız olarsa rəy bölməsində qeyd edərsiniz. Orada sizlə müzakirə edərik bu söhbəti. Və 30-cu sual, dostlar, bu 3 cümlə ilə cavab yazmalı olduğumuz sualdır. Və sualın şərti belədir ki, do you think a person can be successful in more than one field at the same time? Yəni, sizcə insan eyni anda birdən çox sahədə uğurlu ola bilərmi? Yəni, mətndəki Hedy Lamarr məhz həm aktrisa idi, həm texnologiya ilə maraqlanırdı və bir neçə sahədə məşğul idi, məşhur idi. Sizcə insan bir neçə sahədə uğur qazana bilərmi? Bunu əsaslandıraraq 3-4 cümlə ilə cavab yazmağa çalışın və amma buradakı cavablarınız çalışın mətndən tamamilə kənar olsun, öz şəxsi fikirlərinizdən istifadə edərək cavab yazın. Rəy bölməsində cümlələrinizi qeyd etsəz, düzgün və ya yanlış olduğunu sizə bildirə bilərəm. Hər birinizə uğurlar, növbəti sınaqda görüşənədək.